Hörmətli xanımefendiler, hörmətli beyefendiler, bugün Borçalı Cənnət İctimai Birliyi tədbirində politolog, jurnalist, yazıcı publisist, Azərbaycan Yazıçılar Birliği'nin ve Azərbaycan Jurnalistlər Birliği'nin üzvü, ictimai siyasi xadim Rəşad Həsənovun 70-ci tədbirini keçirmək üçün yapılmışdır. Deyirəm, tədbiri başlamamışdan öncə şərhlərimizi bir dəqiqə sürətlə yapıyoruz. Rəşad Həsənovun 70-ci münasibəti bugünkü tədbirimiz keçirilir. Ben size Rəşad Həsənovun kısaca bir tarih hissəsini sizə nəzərinizə çatdırmaq istəyirəm. Rəşad Həsənov 12 fevral 1956-cı ildə Gürcistanın Qardabani, yani Qaradapa rayonunun Kosalı kəndində anadan olub. 1974-1979-cu illərdə Bakı Dövlət Üniversitetinin Jurnalistika fakültəsində təhsil alıb. 1979-1984-cü illərdə Azərnəşrdə redaktor vəzifəsində çalışır. 1984-cü ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə işə qəbul edilib, SSR DTK-nın Minsk şəhərindəki ali kurslarında xüsusi təhsil alıb. Respublikamızın Qazax, Tovuz, Mingəçevir bölgelerinde Milli Təhlükəsizlik Nazirliyində rəhbər vəzifələrində çalışır. Azərbaycan Dövlət Qəzət Gəmçiliyinin rəis müavini gəmçilik sahəsinin təhlükəsizliyi ilə məşğul olub. 2011-ci ildə Polkovnik rütbəsində qərar verir. Xidmət illərində əldə etdiyi əməliyyat nailiyyətlərinə görə mükafatlara layiq hərbi xidmətlərə regaliyyələr və digər binalar. 2012-ci illər arası Bahar Enerji Kompaniya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində vitse-prezident Şveyl, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Dövlət
Təhlükəsizlik orqanlarının fəxri əməkdaşıdır. Hal-hazırda politolog və təhlükəsizlik eksperti kimi Respublikanın siyasi ictimai həyatında aktiv fəaliyyət göstərir. Vətən namilər başlığı altında 15 kitabı və Seyfullah Qasımov, Aydın Rəhmov, Xalq Şahı Zəlhab Yaqubov haqqında 3 xatirə kitabı məşğul olub, Qarabağ müharibəsinin veteranıdır. Ailəlidir, 3 övladı, 6 nəvəsi var. Yəni, hamımız bir yerdə Yaşat müəllimin 70-ci yubileyini təbrik edirik. Bizdə məruzəçimiz Vahid Ömərlidir. Vahid Ömərli filologiya üzrə fəlsəfə doktoru. Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram. Demək, biz bugün bizim üçün ən əziz dost və ləyaqətli bir şəxsiyyət, ictimai siyasi xadim, yazıcı, publisist, politolog və gözəl jurnalist, əsas onun ixtisası jurnalist, onu görə deyiləm. Onun gözəl tədbirinə yığışmışıq. Demək, Elşad Həsənov, bayaq deyildiyi ki, mən qısaca o şeylərə qarışmıram, yəni nə mənada? Artıq, sağ olsun, Ramiz müəllim çox şeylər dedik. Mən Elşad müəllimin bir şəxsiyyət formalaşmasını, gözünün qarşısında necə formalaşır, hansı pillələrə qarşı, ondan qarşısında yaradıcılığı haqqında çox təşkil başqa bir mövzudur, yaradıcılığını təhlil edilmək tamam bir başqa. Xeyr, bunu əsərli yatışlarlarında tartışılır. Demək, Elşad Həsənov 1956-cı ildə deyildiyi kimi, İbrahim Odası'nda Qərqib Qarayazı'nın Qardabaylı Çosal kəndində qaradılır. O Çosal kəndi ki, dünya şöhrətli şəxsiyyətlər doğru. Yaxşı, gözəl şəxsiyyətlər. Aslında onlar İslamlara Azərbaycanlarla tərəfdir. Yəni, xalqın şəxsiyyətlər. O yüzden orada bizim nəzərlərimizdən olur. O kənd gözəl təhlükə ailəsindən yolcu kimdir üçün? Elşad Həsənov müstəqil düşüncəli, cəsarətli, geniş qəlb, mərd, gözəl bir insan. O, yəni, bunu tərif üçün demirəm, olduğu kimi deyirəm. Nə var? Elşadın nəyi var? Olduğu kimi deyirəm. Elşad həm dostlar arasında, həm elit arasında, həm də ümumiyyətlə xalq kütləsi arasında nüfuz və hörmət qazanmağa bacardı. Məsələn, biz həmişə bizim orta məktəb dostları həmişə onunla fəxr eləmişik. Yəni, təkcə biz yox, bütün elimiz, obamız onunla fəxr edir. Çünki o fəxrə layiq insan. Demək, hələ orta məktəbdə biz bir yerdə oxuyorduk. Təxminən bizim dostluğumuzun 64 il tarixi. 1961-ci ildən biz yaxın dostluyuz. Bu dostluq illərində biz Elşadda müşahidə elədiyimiz nə olur? Elşad hələ orta məktəbdən olduqca dərləkəli, qabiliyyətli və ən əsası da elə orada, xımı orada qoyulurdu. O, bütün kəndlilərə də, müəllimlərə də, tələbə yoldaşlarına, orta məktəb yoldaşlarına da, hətta bütün elə oğlanın o ağsaqqallarına, hətta özündən kiçiklərə də hörmətlə yanaşan gözəl bir insandır. Biz həmişə bir yerdə çox olmuşuz. Orada biz həmişə oturanda öz arzularımızdan danışırıq. Həmişə hədislərimiz oldu. Orada bizim ən çox dediğimiz bir-birimizə əmrə bir-birimizə görüşdüyümüz kələmə bir gələcəkdə nə olmaq istəyir. Yəni, yaşa jurnalist olmaq istəyir. Amma Allah rəhmət eləsin, yolcu əmrsə onu hərbisi kimi görmək istəyir. Hərbisilər yanında onun hərbisi kimi görmək istəyir. Tarihi gətirdi ki, Elşad Həsənov qəbul olduqlar ki, o zaman yeganə dövlət, baş dövlət universiteti, yəni Azərbaycan dövlət universiteti o zaman. Orada qəbul oldu və tarihi gətirdi biz bir yerdə qaldıq. O tarihi sarısı məhəlləsi var, o bir yerdə qaldıq. Və o bizim çox böyük dostlarımız Əli Səfəroğlu'ydu,
Məzahir Süleymanzadə idi, Mirzə Ağalar Mirzə, yəni bunlar sonra bizim orta məktəbində oxuyan bütün dostlarımız həmişə bizim bir yerdə olurdu. Bizim bir balaca otağımız var idi. İnanırsınız, açarı yeni bütün dostlar verir. Bəzən elə olurdu, gəlib görürdük ki, dostlarımız bizdən qabaq gəlirlər, artıq oturub söhbət edir. Yəni o belə bir söhbət. Elşad Həsənov böyük, çox uğurla ali məktəbi bitirdikdən sonra onu Azərləşirdə o zaman redaktor, sonra isə vəzifəsi getdi çatdı. Və nəhayət həmin yerdə Elşad Həsənov oldu Azərbaycan İşçi Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə qəbul edildi. Onu işə qəbul edildilər və Minskdə o ali kursu da bitirdi istedi Dövlət Təhlükəsizliyini. Biz demək olar ki, Elşadın bütün o həyatının bütün anlarında biz daim bir yerdə olmuşuq. Yəni biz gəndə təsəmmən özümü nəzər tutmuram. Bizim dostlarımızdan ümumiyyətlə Elşad dostluğa çox sədəqətli. Dost üçün, hətta dostun uğruna sevinən, dost üçün özünə hər şey, dostu üçün belə deyək də bütün nə lazımdır dostuna kömək eləməyə hazır olan bir gözəl bir şəxsiyyət. Elşad Həsənov demək Dövlət Təhlükəsizlik Komitəsində uzun müddət işlədi. Sonra isə o elə tələbə vaxtı yadım deyəcəm, onu deyim ki, bizim sevimli və əziz bacım Sevil xanımlar ailə həyatı kurdular, xoşbəxt ailə həyatı. Elşad Həsənovun məsəl üçün hələ o dövlət gəmçilik, Xəzər Dövlət Gəmçilik İdarəsinin rəis varını işləyəndə bu həmin vaxt ərəfədə də Qarayaz işləmişləndə Elşad o qədər sevildi, elə ki, özü var o dərəcədə. Və o müəyyən lazım maddi yardım da elədi, o çıxmadı. İstəyəm şunlarda maddi yardım elədi. Elşad Həsənov mənim oğlu Türkünə çimpiyon olanda oraya gedərkən Aslan müəlliminin yerdə həm onların elə yol fərzi ilə bunlar təşkillədi Elşad müəllimlə, Aslan müəllimin çox sağ olun. Mənim oğlum Mingəçevirdə xidmətdə olarkən Elşad Həsənov və sevimli bacım Sevil xanım mənim oğluma öz balaları kimi qayırlar. Ümumiyyətlə Elşadın həyatda nəsə deyim, Elşadın bir gözəl, ən gözəl xüsusiyyəti onun bir şəxsiyyətini sözüyle əməlini vəhdətləşir. Yəni Elşad söz verirsə, o yerini getirir, mütləq yerini getirir. Çünki Elşad sözünün ağasıdır, həqiqi mənada ağasıdır. Elşadın, mən sonda yekunlaşdırdım, Elşad ideal dostdur, sədaqətli ərdir, qayğıkeş atadır, müdrik babadır və ideal, mehriban qardaş və qohumcanlıdır. Mən ürəkdən Elşad müəllimi təbrik edirəm. Bundan sonra da həyatının qalan hissəsində sağlam, gözəl, daha da yaxşı. Bir sözü vermək istəyirəm. Elşad Həsənovun tələbələrlə dostu, akademik Muxtar Özdəmir. Son ağız mənliyəm, mən gözləyirəm, mənlə danışacaq. Siz gedirsiniz. Mənlə danışacaq, mən özür istəyirəm, mənim də başqa bir tədbirim var, ona görə tələbəm. Vahid müəllim mənim tələbə yoldaşımdır. Mən elə Elşad müəllimi Vahidə belə tanımışam. Həmin dediyi o Sovetskidəki məclislərdə mən də xeyli dərəcədə bulunmuşam və Elşad bir insan kimi ondan tanımışam. Elşad Həsənov, yılcam şəkildə desək, gözəl jurnalist, gözəl dövlət adamı, vətəndaşdır. Vahid dediyi kimi gözəl insandır, ləyaqətli, vətəndaş kimi gözəl insandır, gözəl ailə başlıdır. Və mən beləcə bilirəm ki, Elşad Həsənovun bütün qazandıqları jurnalist qazanmaq başlayır hər şey. Yəni, nə qədər ki, bunları var, insan kimi də
dövlət xadimi kimi də, ictimai siyasi xadim kimi də hər şey jurnalistikadan məncə başlayır. Çox təəssüf ki, bizim bugün jurnalistikamız heç də ürək açan səviyyədə, şəkildə deyil. Yəni bizim nə qədər 3, 5, 50 qədəmli jurnalistimiz varsa da, ümumi götürəndə bizim jurnalistikamız şəxsi mənafidən, qrup mənafisindən o tərəfə gedə bilir, ümumi götürəndə. Yəni bizim dönüb arkaya baxanda, hansı jurnalistika tariximiz var, Əkinçidən üzvləri, Molla Nəsrəddindən, Füyüzatdan üzvləri, hansı ideallarla yaşayan bizim hələ qədəmli jurnalistlərimiz olur. Bugün bu səviyyəni görmək mümkün deyil. Amma nə mümkündür? Məsələn, Elşad Həsənovun timsalında nəyi görmək mümkün? Bunu görmək mümkündür ki, jurnalistikanın məzmunca, ifadə formaları baxımından, funksiyaları baxımından çox rəngyadeş qolları var, bu məlumdur. Amma ən çətin qollarından biri siyasi jurnalistika. Elşad Həsənov tələbə baxımından bu tərəfə, Azər nəşrində işləyəndə də, sonraki dönəmlərdə də bütün həyat yolunda qazandıqlarını məncə o nöqtədən başlayıb qazanmalar. Yəni siyasi jurnalistikadır ki, bizim bu dəqiqə ən çətin sahələrimizdən biridir. Orada sən ictimai şüura təsir eləyəcək fəaliyyət göstərir. Yəni jurnalistikanın, tutaq ki, idman jurnalistikasından, nə bilim, iqtisadi jurnalistikadan, başqa mədəniyyət incəsələr jurnalistikasından da daha öndə ictimai siyasi jurnalistika Azərbaycan ictimai şuurunu formalaşdıra bilən ən çətin sahələrdir. Yəni sən bu qədər ayaq olmalısın ki, bu informasiyanı öyrənməsən, bu informasiyanı tabiyyəti şəkildə təhlil edəməsən, dövlətçilik baxımından təhlil edəməsən, milli mənafi, milli maraq baxımından təhlil edəməsən. Bu çox çətindir və bu çətin iş ötəsindən Elşad dostluğu çox böyüklərə gəlir və başını gəlir. Elşad Həsənovun mən televiziya ekranlarından, radio ekranlarından təhlillərə baxsın. Bugün Azərbaycanda baş verən hadisələr, Azərbaycan ətrafında baş verən hadisələr, Qafqazda baş verən hadisələr, Qafqaz ətrafında baş verən hadisələr Elşad Həsənovun təhlillərindən yəni belə bilər ki, həddindən artıq bəşər bir ihtiyac var ki, sən istedadlı jurnalist kimi, dövlətçiliyə xalqa bağlı olan bir jurnalist kimi, ictimai siyasi məsələlərlə məşğul olan profesional bir təhlükəsizlik nümayəndəsi kimi bu təhlilləri doğru üçün aparılır. Çox böyük ihtiyac. Çıxıb yalandan bir informasiyanı verib, kimisə tərəkləyib keçməklə ictimai siyasi sahədə fəaliyyət göstərmək mümkün deyil. Onu təhlil verməsin, onun xalqa bağlı tərəflərini, dövlətə bağlı tərəflərini, ağımla, kamalla, idraçla təhlil edib ortaya qoyulmasın, ekrandan sənə eşitmək lazım, efirdən sənə eşitmək lazım. Bugün bu tərəfə, borçalı cəmiyyəti tərəfindən keçirməyi həddindən artıq simvolikdir. Ona görə simvolikdir ki, bayaq Vahid müəllim, Vahid dostum, qardaşım işarə elədi, bəzi faktlarını mən əlavə edə bilərəm. Elşad həm şəxsi plan, həm dövlət xətti, borçalı ilə sıx bağlı olan bizim nadir insanlarımızdan biridir, dövlət adamlarımızdan biridir. Gürcüstanda dövlət səviyyəsində milliyyətçilik baş alıb gedəndə, Elşad dostumuz ora bu və ya digər şəkildə, açıq, aşkar şəkildə, gizli şəkildə öz köməyini əsirgədir. Həm fərdi planda, həm dövlət xətti ilə. Vahid qeyd elədi, onlardan elə faktı qeyd eləmirlər. Şəxsi planda borçalı ziyalısının hər hansı bir problemi olanda hamıdan əvvəl Elşad meydanda olur. Camal Mustafayev kimi nadir bir ziyalını bizim son dövrlərdə gördüyümüz əxlaqına görə, öz yaradıcılığına görə, öz davranışına görə son dərəcə nümunəli olan bir ziyalının ən çox qayğısına qalan insanlardan biri olub Elşad Həsənov. Elşad Həsənov bu gün borçalı ilə nəfəs aldığı kimi bütün Azərbaycanla da nəfəs alır. Dediyim kimi Azərbaycanın mənafeyi uğrunda öz çabasını, öz qələmi ilə göstərir. Mən də işarə eləyirəm, Vahid kimi çox təəssüf kitablarını bizə də sələşib bağışlamayıb. Amma mən bilirəm ki, Elşadın jurnalist kimi və bir yazıcı kimi çox gözəl qələmi var. Bu xatirələr təkcə məsələn şəxsi planda olan görüşləri xatirələr deyil, həm də son dövrlərdə 30, 40, 50 ildə
Azərbaycan ictimai siyasi həyatında baş verən hadisələrin xatırlanması vətədir. Mən bir qələm adamı kimi Elşadın bu qələmdə şübhəsi ki, həm çıxışlarından çıxış edib, yüksək qiymət verirəm və hökmən bir şeydir deməliyəm ki, Elşadın bu səviyyə qalxmasında, nüfuz qazanmasında, insan kimi, bir qələm adamı kimi, bir dövlət adamı kimi nüfuz qazanmasında onun ən böyük ayaqlarından biri olur ki, Sevil bacı. Sevil bacı da bir ziyalıdır, onun gözəl balaları var, onların gözəl ailələri, balaları var. Mən Elşad qardaşımıza 70 ildə can sağlığı arzulayıram, ailə şəhadət arzulayıram, arzu edirəm ki, heç eksikliyi, indiyə qədər şərəflə yaşadığı kimi, bundan sonra da şərəflə yaşasın, yazsın, yarasın və dostlarının fəxri olsun. Bir sözü vermek istedim. Azerbaycan'ın görkemli ictimai siyasi halimi Arif üzerinden Doktor Hasan Hasanoğlu. Buyursunlar. Çok sağ olun. Söğüt derfesine üzüldü sayalım. Elşad Həsənovun həyatının daha çok büyük hissəsi dövlət təhlükəsizlik sistemində geçti. Sovet dövründə bu sistemde çalışanlara Rus dilində deyirlər bayçı невидимого фронта. Azərbaycan dilinə tərcümə edəndə gözə görünməyən cəbhənin döyüşçüləri deməkdir. Onun üçün də Elşadın məhz bu tərəfdə olan fəaliyyət haqqında məndə bir məlumat var ki, mənə bir eşi o məlumat tek birlikdə yoxdur. Çünki Elşad onun kağızı almayıbdır, o salıbsa içər. Kağızı almayıbdır və onu mən bilavasitə iştirakçısıyam. 88-ci ildə bildiyiniz kimi Qarabağ konflikti başladı ermənilərimizə qarşı. O vaxtı Elşad Qazax rayonunda dövlət təhlükəsizlik sistemində ikinci şəxs səviyyəsində vəzifədə çalışırdı. Mən də Məşəd Qurban katibi idim və onda ümumiyyətlə bizim də günümüz ilə rayonlarda, kəndlərdə keçirdikcə də cəmaat arasında narazılıq var, ermənilərlə toqquşma varsa, vəzifəli adamlar göndərirlər ki, əhali ilə müsiyətli olsunlar. Mən də Qazaxa göndərilmişdim. Onda Əkbər Vəliyev idi, Qazaxda o rayon şöbəsinin birinci şəxsi, Elşad da onun muavini idi. Başdan xəbər gəldi, göstəriş gəldi daha doğrusu ki, ermənilərlə kontakta girmək lazımdır. Ki, bəş olaraq birə gətirək, başa salaq vəziyyətini gəlir ki, əhaliyə toxunmasın. Və bu başladı formalaşmağa. Siz grupda ondan ibarət ki, çünki orada gelib ləyaqət özünə bilər. Bir neçə rayonun ağsaqqallarının adları çəkildi və belə icmal olmuşlar, ermənilər tanıyırlar və onlarla ünsiyyət normal çəkilecəkdir və Elşadın da namizədliyi oldu. Elşadın namizədliyi olduğu vəzifəsinə görə ki, bu idarənin də nümayəndəsi görüşməlidir və bunlar bir neçə getdilər. Düzsə deyim ki, mən bu mağamda orada ən vəzifəli adam idim, yüksək rütbəli və bu gedənlərdən həddindən ziyada yaran qalmışdılar getməyindən. Çünki özüm üçün belə hesab edirdim ki, Allah eləmiş xata gəlsə, ən böyük məsuliyyət daşıyan mən olacağım. Amma vəziyyət belə idi ki, müəyyən risklərə biz getməliydik. Bir neçə saat keçdi bunların getməyindən. Qaydanda nəticələri dinləyəndə bunları yığdıq. Biz bunları yığanda Elşad heç danışmıyor. Danışanlardan biri çox maraqlı bir hadisə söyledi. Hadisə də nədən ibarət? Bizim nümayəndə heyəti Ermənistan ərazisinə keçdi. Keçəndə orada ermənilərin də bir neçə vəzifəli adamları orada iştirak edildilər. Danışıqların müəyyən mağamında dünya silahlı ermənilər daxil oldular. Silahlı. Ermənilər daxil oldular və dedilər ki,
burada hər bir şey var. Onu bizə təhvil verməlisiniz. Təhvil verməsəniz, biz hamımızı ətil görürük. Bu şəxs də Elşad. Onlar hardansa belə bilmişdilər ki, hamı özünü itirmişdi Elşaddan başqa deyim. Bu da Elşad söyləmədi. O tədbirə rəhbərlik edən adam idi. Yerli vəzifə tutmuşdu. Yəni, Qazaxda nəsə bir vəzifə tanıydı. Sadəcə bu rəhbər qoyduq ki, ermənilər bunu tanıyırlar və buna hörmət edəcəklər. O da dedi, yox, biz tərpələn döyülük. Elşad durdu, Elşadda silahı var idi. Avtomat da var idi. Ama bu avtomat kabarı tutmamışdı. Arası böyle bir üstüne koymuştu. Elşad durdu və ya usta, bilgisi nə var? Ermənilər, mən sizə təslim olmayacağım. Biz bu uşacıyıq. Ya mən sizi qıracağım, ya siz məni qıracaqsınız. Onu da nə siz bilirsiniz ki, bu döyüşümüz nə ilə nəticələnəcək, nə də mən bilirəm ki, nə ilə nəticələnəcək. Amma mən bu riskə gedirəm. Çünki mən qəti surətdə sizin əlinizə əsir kimi düşməyəcəm. Və vəziyyət biraz gərginliyi bu tərəfə keçir ki, sülh aparsınlar. Başladılar danışıq aparmağa, yerli ermənilər müraciət edədilər, silahlı əskərlər gəldilər. Yəni Ruslan edilər. Rus əskərlər, Sovet toplumsuydu onda. Əskərlər gələndən sonra bunlar sözsüz ki, Elşadın mövqeyinin tərəfində oldular. Erməniləri onlar özləri erməniləri əsir götürür, getdilər. Bax, Elşadın həyatında belə bir hadisi oldu. Mən də Elşadı dostluğa sadiq, dostluğa bağlı adam üçün tanıdım. Uzun illər tanıdım. Bu hadisi oldu 80 oldu. Ondan sonra mən Elşadın əlaqələrində olmadı. Zərifə hesabına asıla tez-tezə görüşdük. Zərifə həyatından sonra görüşlərimiz yerində tamam etdik. Bu da o bağlamda qurur-qurur axılaşan, axılırlardı, hələ müxtür gələnlərdi, asılmışlardı. Bu da yox. Mən əsl düşünürüm. Bu şeytan bulmayacaq. Duracaq, kim bu oldu? Bax, bu qənadı ancaq güzdür. Dövlətçilik düşüncəsi, hətta qaydaması olan İslam edirlərdir. Elşad da bunu elədi. Elşadda bundan başqa da əsas keyfiyyətlərindən biri dostluğa sadiqlik. Bu da dedi, Vahid da dedi, Rüqtar da dedi, mən bunu çox hissediyorum. Özü də kimisə doğum günü olur, bunu yaranmadı ki, bəs mən bunu təbrik edilmədim, zəng elədim, cavab vermədim, ya görüşə bilmədim. Başqasının doğum gününü böyle həyəcanla keçirdir ki, elə bunun həyatında ən vacib bu dəqiqə o adamın doğum gününü qeyd eləmək. Bax, belə bir keyfiyyət vardı. Orada kitablar dedi, nə kitablar var? O kitabların çoxsu da bırakılıbdır. Deməli, dostluq elədi adamlara. Zərifxana bu dəqiqə soruşsanız ki, ən yüksək səviyyəli Zərifxana xatirəsi saxlayan kimdir? Mən bir nömrə deyərdim ki, Elşaddır. Baxmayaq ki, Zərifxan salonunda yüzlərlə adamlar özünü Zərifxana dost sayırlar. Zərifxanın doğum günü, Zərifxanın ölüm günü, Zərifxanla nəsə hadisi olan günü unutmur. Unutmur, öyle tək özü üçün yox. Bunu ictimaiyyətləşdirir. Məsələn, mənə də zəng edir ki, bəs belə bir hadisədir, bunu qeyd eləməli, bunu görüşməli, ya qəbrisine gitməli, ya nəsə eləməli, bunu eləməli. Bax, dostluğa sadiqlik böyük bir keyfiyyət. Elşad jurnalist qanıqdır. Bu jurnalistlər doğrudan da doğruya muhtar söylədi. Bizim Azərbaycan jurnalistikasının bahanələri kimlərdirlər? Həsən bəy, Meşə, yox, biləm sən, Meşə Universiteti Akademiyası, Meşə təsərrüfatı,
Gəlmə Mətbuzadə xüsusi jurnalistikada müəllimdir. Əlmərdan bəy Topçubaşı sənədcə universitetə bir muhtardır. Amma Kaspi qazetini bu demək olar ki, Azərbaycan tarixinin böyük bir sərnaməsi statusuna qaldırdı. Yəni jurnalistika sənət deyil, jurnalistika ürəkdən, candan gələn bir keyfiyyətdir. Elşad jurnalistika tutarmasaydı da, həmin mən 16 il arası kəsilmədən xaricdə səhv işlədim. 16 ildən sonra 21-ci ilin yanvarında qayıtdım. Qayıdan kimi jurnalistlər düşdülər üstümə, saytların müəllifləri, sahibləri ki, politologiya, siz politolog olun. Dedim, bax, ben politolog deyiləm. Dedi, ne gelirsiniz? Dedim, ben siyasetçi deyiləm. Dediler, biz sizi siyasetçi sayılmam. Dedim, siz öz işinizdir, mən siyasetçisiniz. Ben dedim, Sovet dövründə partiyada işləmək siyaset deyildi. O partiya dövlətçiliyə məsul təşkilat idi. Konstitusiyada partiyada yazılmışdı. Sovet dövründə mən partiyada işləməyin sırf dövlətçilik faaliyeti. Dediler, yok, indi politolog olurdu. Dedim, istəmədim. Dedim, niye? Dedim, biz politologiya üçün insanda gərək o sənətə meyilli olsun. Bak, Elşad da politolog olmuştur. Jurnalistdir. Amma Elşad'ı seçəndə Elşad böyük məmuriyyətlə və çox yüksək səviyyədə politologiya işini öz boyuna götürdü. Hem saytlara yazır, hem televizyon kanallarında çıkış edir. Politologiyada indi Azərbaycanda belki de yüzden çok politolog adlandıran adamlar var. Hamısını politolog şimdi karşıladıkları şeyler. Birinci, bunlar hamısı politolog değil. Sadece danışmağı seven adamlar, çok aşağıda cümle düzenlenen adamlar, büyük bir sene, büyük bir sene. Elşad, hayatın bu dövründe de cemiyette özüne layık yer tapdı ve o cəbhədə bu da bunun üçün yeni cəbhədir. Ve inandırıram ki, sen özü de ki, senin politolog faaliyetin işsiz kalır. Çok lazım. Niye? İlgi, yani hayatta bir işi siyasi vaziyetten muafak bir adamı tuttu. Ama niye? Tarihimizin üzerinde Facebook'ta gördüğümüz gibi sağ oldu. Ele gün olmuş ki nasıl bir beynaltı şəxslərlə əlaqəsi olmasın, beynəlxalq müzakirəsi olmasın. Dünya hara gedir ki, bizi hiç tanımayan Amerika prezidenti, bunlar əvvəl prezidentləri, indi Trump 2 gündən bir Azərbaycandan danışıyor. Tədbirlərin birindən oturdu, Trump oturdu bilir. Mesela 50 farlar. Görəviz olmuyor. Yani dünya işine bak. Bak bu şəkilləri, bu süjetləri xalqa elə adam çatdırmalı ki, xalq ona doğrudan da inansın. Elşad o insanlardandır. Elşad səni təbrik edirəm. Can sağ olunlar. Sevkam sizə təbrik edirəm. Uğurlar olsun. Sağ olun. O zaman burada Qranadili abidəsi açılırdı və getdik. Mən bir də bu məclisə burada elə Elşad müəllim rəhbəri ilə burada Məmmət xanım oradaydı, Məmmət müəllim oradaydı, həmçinin Zəlimxan Yaqub oradaydı, sonra xeyli adamlar var idi və orada mən istəyirdim ki, Elşad müəllim sadəcə olaraq bir tixay işçisi deyil, həm də yaxşı bir ziyalıdır, yaxşı bir məclis adamıdır, mehribanlıq, münasibət yaradan bir insandır və həm də nüfus sahibi. Ona çox böyük hörmətlə yanaşırdılar.
Doğrudan da Həsən müəllim məsələlərini xeyli aydınlaşdırdı bizim üçün. Nekrasovun məşhur sözü bu da deyir, sən şair olmaya bilərsən, inan, vətəndaş olmağa ancaq qoşulsun. Yəni, həyat, ictimai münasibətlər insanı, əgər o doğrudan da ləyaqətli bir insandırsa, həssasdırsa, cəmiyyət hadisələrinə və özünün bu vətənpərvəri duyğularına sadiqdirsə, ona bütün hallarda hadisələr və dövr öz sənətini başa salır. Ki, sən bu sənətlə, bu peşə ilə məşğul olmaz. Amma kimsə ilə durub desək, mən ömrümün axırına qədər bu işlə məşğul olur. O düzgün deyil. Keçən dəfə Şuşaya getmişdik. Məlum oldu ki, Şuşanın polis rəisi mənim tələbəm oldu. Mən də bunu çox böyük həvəslə və qürurla Həsən müəllimə dedim, Həsən müəllim, buranın polis rəisi mənim tələbəm oldu. Həsən müəllim, dedim, Həsən müəllim deyək ki, məni tərifləyəcək. Dedi ki, sən yaxşı müəllim olsaydın, sənin tələbən polis olmazdı. Gördüm, prinsipi etibarilə düz deyil, amma bir cavab da vermək lazım idi. Dedim ki, Həsən müəllim, biz elə deyirik, biz kadr yetişdiririk. Harada lazımdır burada? Amma mənası söhbəti təbii ki. Bu mənada, amma sonra Rəşad müəllimlə daha yaxından tanış olduq, dostlaşdıq. Mən bildim ki, vaxtı ilə Qazağın tarixində də ən mürəkkəb vaxtlarda onun böyük xidmətləri oldu. Burada yaxşı işlər görür. Onsuz da fərqi yoxdur. Uşağı Qazaq, Rus demiş, Temboli Qarlavani. Biz Hüseyin Arif demişkən, biz heç toğuzun özümüzdən ayrılır. Yaxın hesab edirik. O eyni bir mühiti, eyni bir etnografik məkanın insanları bizim böyük şairimiz Nərman Həsənzadə deyir, həmişə deyir ki, əlbəttə Azərbaycanın hər yerimiz. Amma Azərbaycanın hər yerinin bizim olduğunu biz çalışırıq sübut. Amma elə yerlər var, elə bizim. Bu insan təbiyyətidir. Əlbəttə, insanın o yaxın münasibətlərdə olduğu dialektik danışığı, düşüncə tərzi, sərtliyi, yumuşaqlığı, bunların hamısı o mühiti yaradır. Yəni, sən orada özünü nisbətən rahat hiss edə bilirsən. Bu insanlar aslında bu təbiyyətin verilmiş olduğu bir hadisə. Rəşad müəllim, mən ürəkdən təbrik edirəm. İstəyirəm, o çox yaşasın. Belə insanlar nə qədər çox yaşasalar, cəmiyyətimiz üçün, dostları üçün, mühiti üçün, yəni hər şey üçün onu xeyri olur. Onsuz da bizim dünyamız bugün biraz yüksələsiz dünyadır. Onsuz da çox az adam tapmaq olur ki, ondan bir saat, 2 saat normal axıra qədər yüksələnən söhbət edə biləsən. Elə insanlardan o mühit yaradan Rəşad müəllim, Həsən müəllim edir, mühit yaradan. Mühit yaratmaq üçün də birinci şərt qarşındakına hörmət edir. Bu mənada da o ağsaqqallara hörmət edir. Doğru dedilər, Zəlimxan Yaqub. Bəlkə də Rəşad müəllim kimi elə dostları, yaxınları olmasaydı, Zəlimxan Yaqub da o Zəlimxan Yaqub ola bilməz. Bunun üçün də bu da çox mümkün. Ona görə Rəşad müəllim sizə can sağlığı, bizim yaxşı bir müəllimimiz var idi. Bir dəfə dedik ki, Abdullah müəllim sizə 100 il ömür arzu edirik, deyil, sən mənim işimə məhdudiyyət qoyma. Sağ olun. İctimai xadim, professor Şərqani Şərqani buyursun. Herkese hoş geldiniz. Ben razı kardeşiniz. Bugünü bize yaşattığınızda bir razı danışmak çok sözüm var. Onu burada bakmak daha mutlu sizler.
Ona görə də çox qısa, mümkün qədər qısa danışmağa çalışıyorum. Nə qədər müəssər olacaq onu bilmiyorum. Elşad müəllim ümumiyyətcə həyatı insanın özünə tanıdan çox seçkin simalardan biri. Mesela halen bir adam için sağlığa eləməsin, intihar eləmək istəyirsə, Elşad müəllimlə qarşılaşsa, mən əminəm ki, o fikrindən daşlar. Elşad müəllimi həyata sevdirən onun həyat eşkidir, onun dürüstlüğü, onun sözün bütün mənasında insanlara qarşı olan sevgisi. Elşad müəllim mənə yazmışam özünün 70-ci məqalələr topluluğuna dostluğun gerçək silməsi və yaxud Zəlimxan yazdıqdan mənə qalan ən dəyərli miras. Elşad müəllim Həzim müəllimə dedi bayaq, sağ olsun və inanıram ki, burada bir çoxlarımızı Zəlimxan yargı vasitəsilə Elşad müəllimlə tanış olur. Amma Elşad müəllim biraz da belə demək, qarlı olduğuma görə bunu biraz baştan deyil. Buraya gələndə adam özünü biraz bəzən vaxtı tənha istəyir, amma qalan qalmanlar rəhmət eləsin. Mən burada olanda elə gəlişim olmazdı. Mütləq məni evine aparmasın və ya mənimlə bir ilgilənməsin. Sonra elə oldu ki, Elşad müəllimlə biz Zəlimxan yargı mərasimində tanış olduq və tanış olmamız belə ki, bir-birimizi gördük və bir-birimize sarıldık. Sadece baş sarılırdık bir-birimize. O gün, bugün de 10 ildir. Mən Estonya'dan hər an misafirə görə Azərbaycana gələndə ürəyinə damır, hissili, terapatik bir durumunu bilmirəm. Həmən zəng edir, səsi yaxından gəlir, ən buralardasın. Və hər zaman deyirəm, yox, amma bizə kəlmədir, deyə görüşək. Və bu görüşək kəlməsi o qədər səmimi ifadə və o qədər səlis tələffüz olunur ki, onun qarşısında bu nəyə mümkün deyil. Mən Eston dilində oxumuşam, 1968-ci ildə birdən Konstantin Platonov var, Estonca onun bu psikologiya, maraqlı psikologiya bir kitabı vardı. Orada belə bir haşiyə var. Arizona ştatında bir kiçik qəsəbə olur. Bir gün səhər qalxırlar ki, hər kəs telefona sarılıb güc strukturlarına zəng ki, qəsəbədə nəsə hadisə olur. Bura heç bir hadisə falan yoxdur. Səhər saat 7'ye işləyirdi, arsa 15 dəqiqə, 17 dəqiqə. Və qısa kəsim, sonra məlum olur ki, hər gün səhər saat 7'ye 4 dəqiqə işləmiş, oradan qatar gəlir. Bir də bir dokunu vurulmuş, belə paralel səsi çıxarılmış. Bu dəfə qatar 17 dəqiqə değişir və cəmaat təlatümə düşür ki, nə olur? Bu psikologiyada belə bir şey var, insan ben düşünmür. Nəyə gəlmək istəyir? Artıq neçə ildir, hər səhər Elşad müəllimdən günün uğurlu olsun mesajı o qədər məni vərdişmi çevrildi. Hansı gün bu mesajlar məndə narahat olan ki, görəmiyorum. Ona görə də Elşad müəllim əslində bizi özümüzə sevdirir. Bizi özümüzə sevdirir Elşad müəllimi, yenə deyirəm, çox danışmasını təbrik edirəm. Elşad müəllimdən yaylaqda da olmaq çox gözəldir. Armutlu əylağından uçmuş Tiflisin, Qoca Tiflisin o nəhrinin kənarında da danışmaq gözəldir. Qaraçökdə də biraz havalanmaq gözəldir. Köfsalda havalanmaq gözəldir. Və bütün bunların hamısında Azərbaycanı və Türk dünyasını bir-birimizə daha çox sevdirməkdir. Elşad müəllim son bu analitik düşüncə sferasında öz mövqeyini saxlamasını mən dəfələrlə bizim aramızda dostlar var. O siyasi dəyərli Həsən müəllim çox gözəl izah elədi, ama mən sadəcə bir şey demək istəyirəm. Siyasi şərhçi olmaktan ötəri dilin çox səlis və dilin çox səlis olması lazım. Dilin səlis olması təkcə yeterli değil. Bir de cəsarət olması lazım. Cəsarətlə dilin səlisliyini ortaya koymaktan ötəri bir de erudissiya lazım. Sen onun dərinliğine varamazsın. Elşad müəllim təkcə cəsarət edir, həm də insanlığın dərinliğine varan çox böyük şəxsiyyətlərdən biridir. Ben de kardeşim, könülden təbrik edirəm. Qarlı qiyamətdə Estonya'dan sana xoş gəlsiniz şəxsiyyətləriniz, arzularınızın, ailəmizin təbriklərini çatdırırım. Ne yaxşı ki varsan, Allah səni Sözünüzü vermək istəyirəm. Ədəbiyyatşünas, tənqidçi, publisist, Azərbaycan Yazıçılar Birliyi üzvü Həsən Çağlayan.
mən həmin yubiley tədbirinin aparıcısı idim və tədbir başa çatanda gördüm çox qəddi qamətli, üzündən gözündən nur yağan, xoş simalı bir şəxs mənə yaxınlaşdı, əl verdi və tədbirin aparılması ilə bağlı öz xoş sözlərini verdi. Biz səhnədə bir dəqiqədə çəkməyən bir söhbət elədik, amma mənə elə gəldi ki, 60 ildə birinci dəfə gördüyüm bu şəxsi mən elə 1 yaşından, ağlım kəsəndən tanıyıram. O qədər bir doğmalıq, o qədər səmimi bir ünsiyyət atmosferası yaratdı ki, mənim üçün çox xoş oldu. Çünki təxminən 2 saat, 3 saat çəkən gərgin bir tədbir idi. Onun bütün məsuliyyəti mənim boyunda. Təbii ki, mən narahat idim ki, görəsən bu işin öhdəsindən gələ bilmişəm. Və Rəşad müəllimin artıq bu rəyindən sonra məndə tam bir arxayınlıq yarandı ki, deyəsən öhdəsindən gələ bilmişəm ki, tanımadığım bir şəxs çox kənardan müşahidəsi kimi obyektiv surətdə qiymət verir və onun alicənablığına, onun səmimiyyətinə, onun sadəliyinə, təvazösünə mən heyranım. Sonra iş elə gətirdi ki, mən Rəşad müəllimin Zəlimxan Yaqub haqqında və Aydın Rəhimov haqqında Azər müəllimin bir yerdə yazdığı 2-ci kitab, xatirə kitablarını oxudu. Onun özü ilə də, sözü ilə də, fəaliyyəti ilə də daha yaxından tanış oldum və çox məmnunam ki, bugün bu məclisə dəvət etdiyi şəxslərin sırasında mən də varam, çünki çox zəngin bir həyat yolu keçmiş, bir çox vəzifələrdə işləmiş, çoxlu sayda insanlar görmüş, vəzifəli, vəzifəsiz, yəni bir şəxsin bugün bura dəvət etdiyi təxminən 30-40 adamın siyasına düşmək mən özüm üçün bir şanssız qoyum. Və buna görə Rəşad müəllimə ürəkdən gələn səmimi minnətdarlığını bildirmək istəyirəm. Kim əgər Zəlimxan Yaqub haqqında Rəşad müəllimin xatirə kitabını oxumayıbsa, məsləhət görərdim oxusun. İnanıram ki, buradakıların əksəriyyəti onu oxuyubdur. Çünki Zəlimxan Yaqubla uzun illərdir tanısam da, dəfələrlə müsəyyət olsam da, yaradıcılığına bələd olsam da, orada elə ştrixlər, detallar, mənim bilmədiyim məqamlar var idi ki, sanki Zəlimxan Yaqub mən özüm üçün yenidən tanıdım. Bir insan kimi, bir dost kimi, belə deyək də, pərdə arxasında olan, ola bilər ictimaiyyətə tam aydın olmayan məqamları ilə bir yerdə Zəlimxan Yaqubu təqdim eləmişdi. Həm də bu təqdimatda o qədər bir sadəlik, o qədər bir təvazökarlıq var idi ki, Zəlimxanla sevmək, Zəlimxanla iftixar duymaq, Zəlimxan kimi bir şəxslə ünsiyyətdə olmaqdan qürur duymaq hisslərini o qədər aydın, o qədər səmimi ifadə eləmişdi ki, Zəlimxanla bərabər özü fərqinə varmadan həm də özünü də təqdim eləmişdi Rəşad müəllim bu kitabda ki, baxın, yəni mən insanı nə qədər sevməyi, ona nə qədər hörmət bəsləməyi olacaq, onunla necə qürur duymalı olacaq. Onun ən xırda hərəkətlərini, hətta o görüşlərdəki ünsiyyət zamanı ən xırda məqamları belə təqdim edilir. Bunlar da əlbəttə həm Zəlimxan Yaqubun böyüklüyünü göstərməklə bərabər, həm də Zəlimxan Yaqub olan sevgisinin böyüklüyünü, həm də özünün ürəyinin böyüklüyünü nümayiş edilir. Eyni sözü mən Aydın Rəhimov haqqında kitabını oxuyanda da eyni hissləri yaşadım və Rəşad müəllim, bu böyük ürəyinizə görə, bu təvazönüzə, insani keyfiyyətlərinizə, alicənablığınıza görə sizi tanıyan bir şəxs olaraq ürəkdən gələn səmimi minnətdarlığını bildirən bir oxuculuğu olaraq göstərəbildi. Ədəbiyyat tənqidçisi kimi təqdim olunduğundan, həm də bir ədəbiyyat tənqidçisi kimi 70 illik yubileyiniz münasibəti ilə bütün dostlarınız adından, bütün tanışlarınız adından, oxucularınız adından sizi ən yüksək minnətdarlıq hissləri ilə təbrik etmək istəyirəm. Çox fəxr edirəm ki, mənim də məsul olduğum Azərbaycan xalqı sizin kimi ziyalı bir oğlu var. Sizin kimi yeri gələndə qılış götürən, silah tutan, yeri gələndə qələm götürən, bacaran bir oğlu var. Siz qılış və qələmin canlı təzəssümüsünüz. O Nizami Gəncəvi haqqında məşhur roman var ki, məndən səhət olduqları olacaq. Amma indi Həsən müəllim xatirə qalmışdı. Onun döyüş və fəaliyyəti ilə bağlı, qılınc tərəfi ilə bağlı. Heç insanın ağlına gətirə bilmir ki, insan bu qədər təvazökar bir adam, bu qədər sadə bir adam. O Həsən müəllim dedi ki, bu kritik
məqamda həm də nə qədər mübariz, döyüşkən, həm də cəsarətli ola bilər. Çünki niyə? Bu insanın böyük təvazösünü devam edir. O, özünü göstərməyi yox, başqalarını göstərməyi səbəb olur. Allah sizə can sağlığı versin. Allah sizə bundan sonra da dostlarımızın əhəməsində neçə gözəl, belə möhtəşəm yubiley tədbirləri keçirmək şansı. Çox Elşad mənim bir neçə xarakterize edən, yəni mənim gördüyüm halı diqqətinizə çatdırım. Azərbaycana gəldiyimdən gördüyüm olubdur ki, əksər hallarda insanlar rayonlardan gəlib, hansısa vəzifə mövqe tutanda tək ləhcəsini, yerişini yox, ətrafını hamısını dəyişir. Elşad gəldiyi gündən öz elinə obasına bağlı insanı. El adamı Elşad Həsənov yazılıb, çoxlar haqqında bir deyilir, amma o deyilənlər həqiqətə əsaslanır. Elşad çox maraqlıdır həm də ona görə ki, Elşad Vəlilbeyinlərin 70 yaşı var, amma onun içindəki o gənclik, cavanlıq heç vaxt unutulur. Elşad mənim vəzifələr tutub, indi o rəhmətli Bəxtiyar Vazirələrin deyimi var ki, qorxuram insanlar ona insanlıqda. Həqiqətən bir gün o yaşadığımız dövrdə, məsələn, Elşad mənim onu göstərir ki, o insanlıq yaşayacaq. Bəlkə Camal müəllimin adını çəkdir. Biz gün Elşad mənim mənə zəng elədi ki, gedək Camal müəllimi yoxlayaq. Mən çox təəssüf edirdim ki, mən yoxlamamışdım. Orada Elşad müəllimin Camal müəllimə olan münasibəti, qayğısını görəndə mən sizə əminliklə deyərəm ki, bu günlərin çox insanlar öz böyüklərini, atalarını, o qayğını, o diqqəti göstərir. Bu günlərin mədəniyyət, maddiyyət arasında disproporsiya tamam boşulduğu bir dövrdə Elşad müəllimin obyekt var, dövlət İran məqamında Elşad müəllim ancaq dost tanışır, dostlara, tanışlara. Elşad müəllimin bir də məqam olubdur ki, mənim elə yadımdadır ki, monitor jurnalı sahibi idim o vaxtlar. Elşad müəllim məni toya çağırdı. Özünə deyim ki, Elşad müəllim, bilirsiniz ki, mən monitorun sahibiyəm. Dedi, bilirəm. Dedim, bəs mən sizi tanıyıram, onun ona nə aidiyyəti var? Amma insanlar var ki, və mən onu çox görmüşüm, onu çox həyatım daimi yenişli yoxuşu olubdur. Yəni, həyatı boyu səhər boşlayan bir insan sabah vəziyyət dəyişəndə salam verirlikdir. Amma mənim Elşad müəllimdən o dövrə heç bir əlaqəm yox, o 90-cı illər olmuşdur. Amma öz balasını toy məclisinə dəvət edirdi. Sonunda da bir məqamı deyim, mən bu Sumqayıt hadisələrlə bağlı 89-da məhkəməyə çıxmışdı və daim içində yaşadırdı bu hadisəni. Ölkənin ən tanınmış hadisələri. Kimə kitabı göstərdim, hamısına dedi ki, bunu bir dağıtı var, Sumqayıtın yerindən qabartlar. Onda mən bir təhlükəsiz işçi kimi inşaat bölümə verdim, onu ki, bunu oxu, mənə fikirliyim ki, bu dövlətçilik üçünlər. Elşad gecə ilə mənə zəng elədi ki, durmadı funksiyona. Və sonraki hadisələrlə göstərdi ki, həqiqətən bir seçim. Mən Elşad müəllimə can sağlığı uğran arzulayıram. Necə həmişə sənin Hüseyin bacı ilə şən görmüş elə də şən görmüşsən. Sağ olun. Bir-birindən qiymətli, bir-birindən hörmətli dostlar. Elşad Həsənovun sözünü özünün ışığına xoş gəlsin. İnsan harada yaşasa, uzaqlardan göstərər uca dağlarını, dəyər dağlar bizimdir. Elşad Həsənov elə bir doğrudur ki, laf uzaqlardan göstərib ularla deyə bilərsən ki, Elşad Həsənov mənim mübarək dağımdır. Mən Elşad Həsənovu 95-ci ildə aləm qarşında, vətəndən köçkün qaçqın olub gələndə, Qarayazın Dədə Camalının evində konuşulmuşam. Dədə Camal elə bir Dədə Camaldır ki, onun tarix bir də yetirməz. Elə bir torpağın qurumlarını Vahid müəllimi tanımışam, Hamlet müəllimi tanımışam,
Ramiz müəllimi tanımışam. Dədə Camala poema yazmışdım, orada yazmışdım ki, yenə köçüm gedir ay Dədə Camal. Bəxtim ağ axtarır qara yazıda, ünüm baş geçiddə göylərə dirək, harayım haylarda qara yazıda. Qara yazıyı mən həmişə özümə nətərliyim, bir arxa bilmişəm. Şen olsun ta bu üzdən o bizə vətənimiz, Turan dünyamız, Azərbaycanımız, Gürcüstanımız. Ancaq Elşan Həsənov, Zəlimxan Yaqub ondan danışanda o qədər ürəklə danışardı ki, və Dədə Camal deyərdi ki, Elşan doğulanda həsrətlə doğulmuşam. Elşan oldu, başı baş keçir həyat qaraya, bütün Elşan oldu. Ona görə dedi, Elşada, Elşad adı yanaşır. Mən onun qələmini Zəlimxanın haqqında yazısında gördüm. Vallahi burada nələr eşitdim, Həsən müəllim gözəl, bizim hörmətli Həsən müəllimimiz, Qoçalının fərqi. Gözəl xatirələr danışdı. Yəni, harada olur olsun elimin, obamın, bütün Turan dünyasının, yaxşı oğullarına uçan. Elşan Həsənov o qədər fəxr eləməli, o qədər verilməli, o qədər öyünməli, haqqın var deməli. Çünki o adam bir anlı evsiz yaşamır. Adam var doğulur, atasının olur, anasının olur. Adam var doğulur, bir olur. İnanın onun qardaşı Musa, bir Musa qardaş tanıyıram. Biri Elşad, biri Musa. Musa da onun. Yani bu yolu Elşad Həsənov bir yolu getdi, o bir qardaşla onun arasında. Yenə deyir, elə yalanlar, nə yalanlar arasında. Bu dünya beş günlük, xəyyam bir, əcəl o xatanda qalanlar keçdi. Dünyada altınlar, sultanlar keçdi. Bu qoca dünyanın sözlər gözəlliklər, yaşlı qalanlar keçdi. Mən Elşad Həsənovu tanıyanda, bu günə qədər mən ondan görmək, mərfət olmuşum. Hətta o Mingəçevirdə işləyib, bizim aşıqları qoyan konsertdə çağırmışdılar. Mən o qədər ürəklə ona gördüm, telefon elədim ki, mənim qonaqlarım var. O qonaqları qarşıladı və orada işçi qadın var idi, işçilər var idi. Hamısı deyirdi, Elşan Həsənova canım. Elşan Həsənova canım. Bu istəyi, sevgiyi hamımız bilirik ki, hamımız dünya görmüş insanlarıq. Nə var ala bilmir, nə pul ala bilmir, nə vəzifə ala bilmir. Adam var ki, vəzifədə özünü ilə aparıb çıxanda salam verən olur. Adam var ki, bütün ömrünü, gününü xalqa xidmət edir. Elşan Həsənov elə bir oğul var. Sən doğulan günü qara yazıda, qış keçib, yaz gəlir, gül açıb Elşan. Dinib Borçalının qara sazıda, həsrətin bəndini tel açıb Elşan. Atan yolcu kişi mərd insan olur, xanımlıqda anan şöylə xan olur, qədəmə nə qədər qoç qurban olur, lala nənəm haqqa əl açıb Elşan. Dərsini alırsan Dədə Camaldan, aqildən, alimdən, dərya kəmaldan, bir dünya qursan Cəhl Cəlaldan, vətən oğul deyib, qol açıb Elşan. Elində obanda ucadır başın, görüm sultan olsun Musa qardaşın, gözəl sevil xanım, ömür yoldaşın. Eşqin zirvədir, bil açıb Elşan. Uta deyər, 70 nədir, 1000 yaşa. Gözəl bağlarla ömür sür başa. Nəvələr koydur, yarınla boşa, yaşlılar meydana. Yol açıb Elşan, vətən oğul deyib yol açıb Elşan. Eşq olur mənim, Mədəd təşəkkür edirəm, gözəl çıxış üçün. Necə söz vermək istəyirəm Azərbaycan Respublikasının məktəb mədəniyyətçisi,
tiyatr rejissörü ve senaristi İftihar Liyev. Buyursunlar. Hamımızı bu gözəl günə əziz qardaşım Elşad müəllimin işığında, nurunda xoş gördük. Həqiqətən elə bir işığa nura toplaşmışıq ki, onun haqqında akademikdə, sadə bir insanda, hətta bir uşaq da söz açarkən burada yazılmış bu ifadəni bir mənalı şəkildə ümumiləşdirir. El adam. Elşad qardaşım doğrudan da el adamıdır. Mənim telefonumda Elşad, bir neçə Elşad var və hətta Gürcistanlı olan bir neçə Elşad var. Ancaq mən yeganə Elşad müəllimə yazmışam. Elşad müəllim Eloğlu. Yəni, bu Elşad müəllimi doğrudan da ellə, obala, insanların birliğinlə, qardaşlığıyla bağlı olan bir rəmzdir, simvol. Təbii ki, Elşad müəllim haqqında uzun danışmaq mümkündür. Çünki onun çox şaxəli, danışmaq üçün imkanlar potensialına malik xətlər var. Ona görə də haqqında danışan adamların hamısı çox səmimi və ürəkdən danışır. Amma bugün Həsən müəllimin danışdığı o hadisə məni birdən-birə 2001-ci il idi gərək ki, mən Tiflis Teatrının bərpa rəhbəri idim. Ulu Öndər Heydər Əliyevin Tiflisə səfəri var idi. Biz hamımız orada qarşılamadıydıq aeroportda. O günü xatırladım. O günü ki, mən Elşad qardaşımla orada tanış oldum. Tiflis aeroportunda Elşad qardaşım Ulu Öndərin təhlükəsizliyi ilə bağlı burada deməli rəhbərlik edirdi prosesə. Orada tanış olduq. Sonra da bizim tanışlığımız təbii ki, məndən daha çox onun istiqamlılığı ilə davam etdi. Çünki o insanları bir-birinə bağlamağı, toplamağı, ünsiyyətdə onları istiqamətləndirməyi sanki bir özünə bir insan borcu hesab edir. Onun yüksək keyfiyyətidir. Dəfələrlə biz belə kontekstdə görüşlərimiz də olubdu. Bir yerdə demişik, gülmüşük, xatirələrimiz olubdu. Mən çox uzun danışmaq istəmirəm. Bir şey şübhə edirəm ki, doğrudan mı 70'ti? Sevil bacımdan soruşdu. Doğrudan mı 70'ti? Biraz şübhəli gəlir. Olması biraz şübhəli gəlir. Amma inanın ki, 70'in özünün, bu zirvənin özünün gözəlliyi bütün cəhətlərdən insana bir nur gətirir. Cəsarət mənim düşüncəmə görə bir hünər deyil. Amma cəsarət o qədər doğal, nurdur, işıqdır ki, cəsarət zəfərin özüdür. Bax, Elşad qardaşımdakı bütün mənalarda toplaşmış cəsarət rəmzi onun nurudur, işığıdır. Onun işığın ətrafında toplaşıb 70 adlandırdığı anını təbrik edirik. Hesab edirəm ki, bu gün onun gözəl günü, hamımız üçün gözəl bir gündür. Ona görə ki, biz hamımız Elşad qardaşıma el kimi bir doğma insan kimi bağlıyıq ki, buradayıq. Öpürəm, bağlı basına təbrik edirəm. Güman edirəm ki, Şahit Bəli Qaraşay. Hörmətli tədbir iştirakçıları, hörmətli ziyanlar, hörmətli Elşad sevərlər. Bu günləri biz böyük bir borçalıq oldu. Azərbaycan Türk oğlunun 70 illik yüklüyünə yetişmişəm. Həsən müəllim bəx gözəl dedi və o indi Həsən müəllim burada mənim yazdığım şeirdə bir bəxt var. Onun qanının qaynamağı elə bir mənə əyan olmuşdu. Mən bu hadisəni bilmirdim, sizdən eşitdim.
Amma o təhlükə görəndə Elşad müəllimin qanının qaynamağı, onun coşmağı və bir daha sübut elədi ki, Elşad müəllim həm çətin anda və Əsəd qardaşımız çox gözəl dedi ki, bir əlində qılınc, bir əlində qələm. Bunu tutmaq hər adama nəsib olmur. Adam var, ömrü boyu qılıçdan yaxşı baş kəsir, adam da var ki, qələmdən başqa heç nə tuta bilmir. Amma bir əlində qılınc, bir əlində qələm, bu Elşad müəllim haqqında deyilən ən gözəl sözlərdən biridir. Mən bu sözlərdən qoşulub almışlayıram. Elşad müəllimlə İlqar Həkimin ad günündə tanış olduq və gördüm Elşad müəllimin mənə olan isti münasibəti də rəhmətli bizim klassik şairimiz, bölmə şairimiz Zəlxan Yaqub haqqında yazdığım bu şeirdən sonra, Zəlxan Köçün şeirindən sonra gördüm ki, Elşad müəllim bu şeirə necə vurulur, necə bağlanır və orada dedi ki, mən bəyəndim bu şeiri və mən də həmişə çalışdım ki, Elşad müəllim kimi bir insana sədaqətli olun, yaxın olun, dost olun. Çünki onun özü hamı üçün sədaqətli və etibarlı. Ona görə də vaxtınızı çox almayacaq, çox sözlər verir və mən də mürəkkəbi qurmamış bir şeyimi burada sizə həsr eləmişəm. Onu burada sizinlə ki, oxuyan sizin 70 illik yükleyinizdə. Dünyaya göz açdın kiçik çillədə, sıxdı əllərini şaxta buran qar, günəş tək nur saçdın kiçik çillədə, yaradan o gündən sənə vurdu yar. Ulu borçalın var, qara yazın var, sən sivrub quşusan, məskənin qafdır. Tanrı bəxş etdiyi alın yazın var, ürəyin böyükdür, niyyətin safdır. Zülmətlər içindən keçmək istəyən, tək sənin nur yağan, üzünə baxsın. Ləyaqət yolunu seçmək istəyən, saldığın cığıra izinə baxsın. Ana vətənimiz Azərbaycanın, sevdin bayrağında ulduzu ayı, təhlükə görəndə qaynadı qanın, müzəffər xalqımın cəsur almayı. Düşmənin gözünə batan ox oldum, vətənin dərdini daşıyan Elşad, həmişə hər yerdə gözü tox oldum, 70 il şərəflə yaşayan Elşad. Yığışıb başına dostlar, tanışlar, sənin şad gününə mübarək deyil, qoşulub dostlara səni alqışlar, Vəli ad gününə mübarək deyil. Yəni mübarək Bu rakımlarda 70 yaşı tamam olmuş büyük şair, Yübülerin dostu Yusuf Nəvməkənə sözü. Buyursunlar. Elşadla uzun illərdir dostluq yanaşır və orada deyilən o söhbətlər ki var, hamısına mən şərikəm. Yəni Elşad müəllimdə oradan da o təriflərdən də yüksəkdə dayanan şəxsən. İndi mən iş yerindəydim səhər-səhər. Laşımı geyinib bura gələndə, paltoru geyinib gələndə soruşdular ki, hara gedirsə. Dedim ki, mən gedirəm. Həm qardaşımın 70 illik jubileydi, orada iştirak elədim. Və onun haqqında bir şeir yazmışam. Və xoşduram ki, şeiri yazandan sonra bir adam onu oxuyum. Oxudum, dinlədilər, qayıtdılar ki, oy, belə adam var ölkədə. Dedim, o nə? Dedim, bunlar boyda insandır. Onu biz görmək istəyərik. Dedim, vallahi mən hələ hesab edirəm ki, bəlkə %1'in yazmışam. Nəysə, vaxtınızı alın. Bu şeiri oxuyum sizə, icazənizlə. Bugün də paylaşmışam Facebook'da. Oradan da oxuya bilərsiniz, mən oxumaya da bilərəm buradan. Çünki artıq xeyrəməl carısı. Hamınız dediğiniz söz. Hər kəs vicdan yükü daşıyır deyə bir məram üstündə qalxıb dikərdin. Sözün salınmasın qəribçiliyə, sən el ağrışıyla dünyaya gəldin. Bu dünya bərkiyib dağ olduğun yer, şirin xatirəyə dönür ötənin, ulu borçaldır olduğun yer. Rütbə Azərbaycan, ana vətən.
doğru əməlimlə bir olub dilin, əzəldən bəri soy ucağı, haqq üçün o qədər uzaq mənim, qəlbimdən boyanıb o ucağı, ruhumda bəslənən küp anı sev ki, xilqətli gözlərdə nurur bulunmaz, sənin xismətində insana sevgi, müqəddəs əməz olunmaz. Nə xoşdur tarihin rəhminə gilasın, çox arda acının təbikkarı sən. Harada bir xeyriyələr şən varsa, onun əməlini səvərkarsan. Neçən əlaxsıza təkər olursun. İnsanlıq taxtacın, qürur şahlığın, el oba qayğısı çəkən olursan, dillərdə dolaşır xeyrxarlıq. Asan qazanmadın sən bu arsanı, tufanla döyüşür, şimşəklə çaxır, ot tutub yanında torpağın canı, çay olur, çox susuz səhməyə axır. Sənlə oba, duyma, maha, kən, el, şah, ayaq bastığın yer, sütüqdə bəl olur. Əgər bir qapını açırsan, el şah, onda küllü külfət bəxtəvər olur. Sədaqət, etibar, bərk boşdan keçir, vəfa zəhmətini həm xoş çəkirsən, elə dostların var dünyadan köçür, yenə o ocağa sən baş çəkirsən. Ərkin doğmalığın cömərtlik saxar. Qapın açıq olur, süfrən quzulu. O qədər evimdə çörək kəsmişik. Qapın açıq olur, süfrən quzulu. Örnək məramların tutarı yaxar. Tanrı duasıyla alnın yazılır. Talehin bu yurtla, torpaqla tağlı, geniş ürəyin var, böyük aramın, sən Türk dünyasına, Turana bağlı, Azərbaycançılıq əzmin, taranın. Həyat cıdırında, belədən belə səyitmədik bir yol. Həyat cıdırında, belədən belə köhnən səyitmədik bir yoldaşlığa. Bu cür mehramanı doğmalı ilə keçmişik dostluklar, biz qardaşlar. Yazan 1984 yılında siz 80 faaliyet ondan da siz 80 faaliyetini 10 yıl kazanmışsınız ki Sevil Hanım sessiz. Allah hoşbak eylesin, mutlu eylesin. Böyük İsmail Qaspiralı indi bu çox dəblədir bu günlərdə. Çünki birinci Türk Ordu Qurultayının 100 illik tədbirlər keçirilir və s. Ona görə Qaspiralın xatırlamamaq günahı var. O yazırdı ki, xidmət etmək istəyirsənsə, bacardığın işlə başla. Rəşad qardaşımız bacardığı işlə başlayır. Amma o qədər çox şahane, çox cəhətli bir faaliyət var. Biz bunu yuxarıdan başlayaraq belə çəlini çəkirik. Burada qeyd olundu, bizim çox, biz o vaxtlar hərəkət başlayanda Həsən müəllimi
millət təqdim edirik. Çünki mərkəz qurumunda işləyirdi. İşləməsinə baxmayaraq fərqli bir görkəmdə, fərqli bir aurada, fərqli bir nitqdə xalqa müraciət edirdi. Və biz elə tanıyorduk. Çox müdür hissəsində burada çıxış dilərim və xatırlatmışsın o qəhrəmanlıq şücaətinizi. Siz politolog kimi, jurnalist kimi, dost kimi, ailə canlı, qədrindən bir insan kimi. Mən sizi izləyirəm Facebookda və heyrət edirəm, biraz da həsədə bağıram. Harada olursa onun, yaxud burada qeyd olunub, düzdür. Qayıt etməsində qısa olsa, siz harada olsa qəlbiniz ilə Borçalı'nın düğünü, Azərbaycan'ın düğünü, harada olursa oradan hoş bir aura paylaşırsınız. Xaricdən, daxildən, fərqi yoxdur. Azərbaycanın nasıl köşəsindənsə insanlara hoş bir mesajlar verirsiniz. Yəni, qonaqpərvərlik, səmimiyyət, ünsiyyətçilik, mehribanlıq sizin xarakterinizdir, xislətinizdədir. Burada Zəlifan Yaqubun adını çəkdilər. O mənim qardaşımın Zəlifan kimi o vaxtdan tanıyırım. Amma tarih elə yapır ki, sonra biz elə bir binada yaşarız olduq, yeni yasılmada və tez-tez onunla ünsiyyətdə olurduq. Biz rəhmətli Nizami Şahzadə, və s. Mən elə gəlir ki, mən Zəlifan Yaqubun yaxından tanıyırım. Tərtərdə tanıyırım. Çünki tez-tez məclislərimiz olur. Amma sizin o xatirəni olandan sonra görürüm ki, siz onu o qədər səmimi təqdim o qədər uzaq tərtərdən tanıqlısı çox var. Həqiqətən də sizin səmiyyətə heyran qalmamaq olur. Erşad müəllim sözün bütün mənalarında gözəl insan. Yəni, bütün hərəkətlərlə, danışımla, davranışımla, mədəniyyətinlə, həyata baxışla, mənəviyyatla. Mən sizə ürəkdən mühkəm danışarlar edirəm. Arzu edirəm ki, burada deyil, istədiyiniz qədər ömür yaşasınız, sağlam yaşasınız, sağlam yaşasınız və onu da demək istəyirəm ki, bir adamın xarakterini eləmək üçün, bir adam haqqında danışmaq üçün yalnız onun tərcümə halını oxumaq, onun barəsində öz müşahidələri bilmək kifayət deyil. Onun ətrafına qoyulamaq, ətrafı kimdir, ona əsasında müəyyən şeylər deyil. Sizin ətrafındakı insanlar intellektual baxımından, səviyyə baxımından, mədəniyyət baxımından, dünya görüş baxımından bütün cəhətlərlə fərqli insanlardır və bu mühitdə siz təbii ki, şəkildə olmalısınız. Bir daha sizə təbrik edirəm, sizə təbrik edirəm. Sağ olun, var olun, yaxşı ki varsınız. Teşekkür ederim. Mən həyatımda da bir gözəl bir təbrik edirəm. Teşekkür ederim. Bir söz vermək istəyirəm. Yazıcı, şair, Dövlət Əhməzi Nurdanlı veteranı Azər Hacıbəyliyə. Ben Erşad müəllim haqqında kitab hazırlayıram. Bu il yaxın aylarda təqdim olacaq və onun haqqında kitabı hazırlayıb bəzən danışmaq, onun fəaliyyəti haqqında. Siz burada müəyyən bir qismini dediniz, amma inanın ki, bu kitablara sığmasın. Amma nə yaxşı ki, belə bir razılığımız var, bunu biz öhdəmizə götürmüşük və burada deyilən sözlər hamısı bu kitabda əks olunacaq. Bildirimsə ki, əks olunacaq. Erşad müəllim haqqında bizim ustadlar burada bir danışdılar, onun fəaliyyəti haqqında. Bəli, dövlət təhlükəsizlik xidmət orqanlarında xidmət eləmək, o həm alın yazısıdır, həm də insanın bir fədakar bir həyata qədər olmasıdır. Amma o həyatı, o xidməti başa vurmaq və qəhrəman kimi başa vurmaq hər olan işidir. Erşad müəllim bu xidmətdə öz yolunu tutdu və bacardı. Bayaq gördüyünüz kimi, o qeyd olundu ki, ekstremal situasiyalarda qərar qəbul etmək. Bunu qərar qəbul etmək üçün insanın bir bitkin insan olması, kamil insan olması lazımdır. Yəni, ekstremal situasiyalarda qərar vermək üçün insan gərək yetkin olar, bitkin olar və o bitkinlik nədən gəlir? Mən kitabdan bir-iki cümlə deyəcəm, amma kitabın hamısını burada danışa bilmərəm. Ondan gəlir ki, müəllimə dünyaya gəlməmişdən o kitabın cümlələri yazılır artıq, orada misal çəkirəm. Hələ dünya gəlməmişdən o arzu olunan idi. Onu hamı gözləyirdi. O dünyaya göz açacaq və o
arzularla, o hələ dünya gəlməmişdən qurbanları kəsilə-kəsilə dünyaya gəlmişdi və bütün o böyüklərin, atası başda olmaqla, onu istəyən elin olmanın xeyr duası onu gözləyirdi. Və o dünyaya gəldi və o energetika, o müsbət xeyr duaların nəticəsində o ekstremal situasiyada qərar verə bildi. O qərar vermək və o qərarı verməklə sonraki həyatında bir çox məsələlər əldə elədi. Terrorçuluqla mübarizə sahəsində, separatçılıqla mübarizədə, ali yüksək dövlət hərəkətlərinin mühafizəsində xüsusi xidmətləri olub. Elşad Müəllim Prezidentin fərmanı ilə hərbi xidmətlərə görə medallar təltif olunub və bugün insanın həyatını bir neçə mərhələyə bölünür olar. Xoşbəxtlikdən hərbi xidmət keçən, xüsusi xidmətlərdə çalışan insanların həyatını 3 mərhələyə bölünür olar. Və birinci mərhələ xidmət dövrüdür, ikinci mərhələ xidmətdən sonraki dövrüdür. O sonraki dövrü çox böyük bir, düzgün bir qərar verir və çox uğurla fəaliyyət davam elətdirir və o işin adı Azərbaycanın fədakarlıq məktəbi. Və artıq o fədakarlıq məktəbinin siz nümayəndələrini Elşad müəllimin simasında tanıyırsınız və mən demək istəyirəm ki, elə ən böyük fədakar Elşad Həsənovdur. Bizim həm ustadımız, həm silahdaşımız və bugün isə bizim qələm yollarımız. Və biz ona güvənərək söz veririk ki, Azərbaycanın fədakar insanları, siz onların nümayəndələrini bir neçəsinin adını eşitdiniz. Bundan sonra da qələmə alınacaq, işıqlandırılacaq və xalqımıza çatdırılacaq. Mən Elşad müəllimi səmimi qəlbdən təbrik edirəm və demək istəyirəm ki, onun şəxsiyyəti haqqında qeyd olunduğu cəsarət, nə ora əlavə edərdir, bəsirət. O cəsarətlə bəsirət birlikdə olanda və olur kamil insan. Mən təbrik edirəm Elşad müəllimi. Elşad müəllimi uğurlar, o böyüklüyünü bizdən əski eləməsin, o bizim yanımızda olsun, biz də onun yanında olarıq. Çox sağ olun. Bir sözü vermək istəyirəm, Ramiz görüşü, filoloq bilimlərimiz və fəlsəfə doktoru. Yurgara dostum, görüşsün. Hamınızı salamlayıram, təşəkkür edirəm söz verdiyinizə görə. 70 ilin insan həyatında iştirak edən müdrik bir dövrdür, yaşlı və geri həm də bir də hesabatdır. Elşad müəllimin həyatında görüş ki, baxsa, hər birimiz bir formada bir dövr müddətində tanıyırıq. Mən də Elşad müəllimi hardasa 80-ci illərin sonunda Qazaxda işlədiyi dövrdə tanıyırım. Rəhmətli sizin keçmiş həmkarınız Malik müəllim tanış eləmişdi. Sonra elə oldu ki, mən Mingəçevirdə işləyirdim. Elşad müəllim də Mingəçevirə gəldi birinci dövrmüş. Onda daha yaxından tanış oldu. Və sonradan elə oldu ki, biz Elşad müəllimlə bircə Mingəçevirdə o rəis kimi, mən o zaman icra strukturda işləyirdim. Yaxından tanış oldu, ailəli dost oldu. Bu dostluq bizim həm də işimizə gəldi. İşimizə kömək edirdi. Elşad müəllim oradan da peşəkar bir təhlükəsizlik işçisi kimi Mingəçevirdə işlədiyi müddətdə çox işlədi. Bilirsiniz ki, Mingəçevir ölkənin ən strateji şəhərlərdən biridir. Burada Pres var, Platina var, Azərbaycanın böyük instansiyası var və elə bir coğrafi məkanda yerləşir ki, orada elə həm də Elşad müəllim kimi işgər adam lazımdır və burada qeyd edildiyi kimi Elşad müəllim dövləti təhlükəsizlik sistemində, eyni zamanda həm də əhalinin ünsiyyətlərin qurulmasında, əhali ilə mehriban, səmimi dostluq münasibətlərinin qurulmasında mühüm rol olur. Ümumiyyətlə, çətin dövrlərin iddihalı dövrlər və o müstəsna xidmətlər göstərir. Elşad müəllim burada səsləndi, bir neçə o təyin məqamlar verildi. Mən də qeyd edilmək istəyirəm ki, Elşad müəllim doğrudan da dostluqda nümunədir. Ümumiyyətlə, örnək bir insandır. O, həm dövlətə xidmətdə, həm xalqına xidmətdə, ümumiyyətlə götürəndə çox təəssüfkeş adamdır. Elinə, obasına, vətəninə, millətinə, xalqına çox gərəkli bir adamdır, layiqli bir adamdır. Dostluqda isə ümumiyyətlə örnək bir adamdır. Və mən burada çox səmimiyyətlə deyə bilərəm ki, oradan oturan bizim tədbir işləşələrin bir qismini tanışlığı elə Elşad müəllim vasitəsilə olmalıdır. Elşad müəllim ümumiyyətlə
götürəndə mən Türkiyədə müqəddimdə deyib, dostlar arasında əmin deyilik ki, dostlar arasında alqanayız. Yəni, doğrudan da özümüzün, günümüzün ən gözəl vaxtlarını biz, Allah rəhmət etsin, Məhəmməd müəllimlər, şair Zəliqə Yaqubla geçirirdə, o dövrdə biz bir geçirdik, dövrdə geçirmiş o, həm şəhərə xatirlərdir, boş xatirlərdir, Reşat müəllimə təbrik edirəm, Reşat müəllimə uğurlar arzu edirəm və şairin Biçə Qısa şeirində program olmaq istəyirəm. Hökmü sənə yer oldu dəqiqəli, saatı, nuruna çevriləsən bu qurbu kainatı, o qədər şirinləşən ömrü, həyatı, nəsəblərləsə, nəsəblərləsə. Söz vermək istəyirəm, Qəzər Üniversitetinin müəllimi Aşıq Qurbanına görürsünüz. Hər vaxtınız xeyir olsun, çox sağ olun. Düşündüm ki, Elşad müəllim hamı sözünə, böyük alimlərimiz, söz adamları, şairlərimiz əyləşir. Mən də fərqli olaraq bu sazın hamısını şey eləsəm, bəlkə biraz məzəlimə vermiş olaraq anlatmaq eləsin. Çox sağ olun. Elşad müəllimdən təbriklərə də deyə bilərəm ki, 2006-cı ildə böyük ustadımız, şairimiz, Zəliqə Yaqubun sayəsində Elşad müəllimlə tanış olmuşdur. Bu gündən bu günə qədər həmişə sazlı sözlü hadislərimizdə Elşad müəllim həmişə hadislərin başında olur. Sazlı sözümüzdə çox böyük dəyər verir. Hər burada biz artıqlar sevinmişik. Çünki o kişi sənətin qədərində, sənətə dəyər verəndir. Elşad müəllim, Allah sizi var eləsin. Sağ olun. Arzu edirəm ki, gündən sonra nə qədər ömrümüz olur, o qədər belə sağlıqlı, sözlü, belə gözəl insanlarla, öz ailəmizlə bir olasınız, sağ olasınız, ümrah olasınız. Allah sizi müxarıra, sizi də müxarıra olun. Sağ olun.
İstəyirəm, sözü verəm, Gülərin həyatının yoldaşı Səbəb xanıma buyursunlar. Sonra Gülərin Sağ olun, müəllimlərim. Mən bugün Elşadın işığına yığışan və dəyərli vaxtını həsr edib bugünkü tədbirə gələnləri öz adımdan, ailəmin adından bir daha təbrik edirəm və hamınıza minnətdarlığımı bildirirəm. Elşad mənim həyat yoldaşımdır, amma mən onun həm həyat yoldaşı olmuşam, həm də yol yoldaşı olmuşam. Artıq bu il 50 il tamam olur ki, biz ailə həyatı qurmuşuq. Bu illər ərzində 3 övlad böyüdüb, 6 nəvəyə, övladlarımıza kömək edərək onlara arxa daya olub tərbiyə eləmişik. Mən Elşad haqqında nə deyə bilərəm? Bugün burada Elşad haqqında çox sözlər deyildi və mənə belə gəlir ki, mən onu hamıdan yaxşı tanıyıram. Və hamıdan da çox hörmət edirəm, həm qürur duyuram, həm fəxr edirəm ki, mənim belə bir həyat yoldaşım var. Həyatın bu çətin yollarında, bu keşməkeşli yollarında bizim çətin günlərimiz də olur, xoş günlərimiz də olur. Lakin biz büdrəsək də yıxılmamışıq, əyilməmişik. Əl-ələ verib bu həyatın çətinliklərini birbaşa həll edərək bugünkü səviyyəyə gəlib çatmışıq. Mən bir daha Elşada minnətdarlığımı bildirirəm. Bir ailə başçısı kimi, bir həyat yoldaşı kimi, övladlarımın atası, gözəl nəvələrimin babası kimi və bizi bu vaxta qədər ətrafında yığdığı dostlarının, ailələrinin tanışlığı ilə Elşadın ad günüdür. Biz bugün hamımız onun işığına yığışmışıq. Burada çox gözəl şeirlər deyildi, sözlər səslərdi. Amma mən 3 gündür gələn qonaqlarımla Elşadın ad gününü artıq qeyd eləməyə başlamışam. Demək olar ki, Gürcistandan, Moskvadan, Azərbaycanın müxtəlif bölgələrindən Elşadı təbrik eləməyə gələnlərlə biz bir yerdə bu günü qeyd edirik və bu günlər davam edir. Mən şeir yazmamışam. Lazım olanda Elşada öz sözlərimi deyirəm, şeir formasında. Amma mən bugün öz şeirimi yox, Səməd Vurğunun bir misrasını xatırladaraq bu tədbirə yekin vurmaq istərdim. Sən söhbət açsan da yüz qərinədən, bugündən ayrıla bilməyəcəksən. Böyük gələcəyin sabahına sən sadə xatirə tək gəlməyəcəksən. Bizlər uzadacaq sənin ömrünü, yazmamış, görməmiş o böyük günü, 100 il yaşasan da ölməyəcəksən. Bizim Borçal'dan gelen onlarımız var, onlar hoş gelirler. Kösal'dan burada çoxlu bizim doğum əmrində var. Mən istəyirəm bir söz verəm. İş adamı Elşad müəllimin qardaşı Musa Həsənov. Buyursunlar. Herkese salamlayıram, gələn qonaqları var olun. Mən çox görür, hissi duyuram ki, mənim qardaşımın belə gözəl, haqqında gözəl sözlər, misralar deyilir. Əlbəttə ki, mən qardaşımla fəxr edirəm. Nədən? Rəhmətli atamız hər zaman mərdlikdən, kişilikdən, qonaqpərvərlikdən bizə həyat dərs verir. Buna görə də Elşad mənim ayrıcılıqda ola bilməzdi və Elşad bizim ailəmizdə, elimizdə, oğlamızda həmişə nümunəvi bir şəxs olubdur, böyük qardaş olubdur. Bugün də elədi, ailəmizə, nəsilimizi, yolumuzun həmişə yol göstərəni ağsaqqal olubdur. Və mən onun kiçik qardaşı olaraq onu demək istəyirəm ki, mən də şadam ki, büyük belə dostlar, qardaşlar iştirak edirəm. Var olun, bütün ağsaqqallar var olsun, canın sağ olsun və yəqin ki, burada iştirak edən yoldaşların hər biri də sabahsız ki, məclisə dəvətlidir. Hoş gəlirsiniz, sabah sizi orada görərik. Sağ olun. Sizler yoksa ben burada Allah bizi idare yapmamızı, iş adamımızı buyursunlar. Hoş gördük hamınızı. Bir səbəblər ki, hamı Elşad müəllimlə başladı çıxışına
Ben Ramiz Həsənovla başlamaq istəyirəm. Təxminən 20-də yaxın biz bir yol gəldik. Elimizin, oğlanımızın adından Ağrı Borçalı Cəmiyyətində fəaliyyət göstərdik. Fəaliyyət göstərdiyimiz illərdə həmişə elimizlə bağlı imkanımız nəyə çatır, onu eləməyə çalışmışıq. Ramiz müəllimlə ikilikli olan, yəni bu münasibət əsasında ikilikli olan söhbətimizdə həmişə yaxşı insanlar kimi, yaxşı doğumlar kimi, yaxşı dostlar kimi bir söhbət olanda Ramiz müəllim Elşad Həsənovdan danışır. Yəni, Qayoğlu bir olurdular. Söhbətimizin mövzusu etibara, dürüstlüyə, kişiliyə gələndə həmişə Ramiz müəllim dilindən Elşad Həsənovdan bağlı boş sözlər eşitmişim. Oğlu kimi, el oğlu kimi. Və Elşad Həsənova olan sevgini, o heykəli şəxsən Ramiz Həsənov mənim işimdə yaradı. Ona görə bugünkü gün burada çıxış etməməyi özümə qəbərə sayırdım. Ona görə icazə aldım. Ürək sözlərini demək üçün. Demək, bayaqdan bizim tələbəçiliyimizin ləyaqət simvolu, kişilik simvolu, elm simvolu olan Camal müəllimdən də söhbət getdi. Allah rəhmət eləsin, Zəlman Yaqubdan söhbət getdi. Bugünkü gün hamımızın ağsaqqalıdır, canlı bizlə təmasda olan, həmişə yerimizlə, uvamızla bağlı tədbirlərdə iştirak edildiyimiz, hamımızın hörmət edildiyimiz Həsən Həsənovla bağlı xatirələr danışıldı. Söhbət ondan gedir ki, hamımızın yaşadığımız bir reallıqdır. Çox yaxından tanıdığım bir el oğlumuzun bir gün bana dedi ki, qohumlarımızdan biri bir alamat bir vəziyyəyə yetmişdi. Mən də qohum gibi sevindim, telefonu gördüm, bunu təbrik edirəm. Ürəyimdən gələn ən səmimi, ən xoş sözləri buna dedim, gördüm, xeyli bana diqqətlə qulaq astı. Axırda qayıtdı ki, təbrik üçün çox sağ olun, ancaq xahiş edirəm bundan sonra müazəyə edirəm. Söz nəyə gəlir? Bu Azərbaycan reallığıdır, sözün tam sərbi mənasıdır. O adamlar dostluğu, qohumluğu, el oğlu dəyərləndirir ki, bunların içində bir ləyaqət var. Bunların içində bir kişilik var. Bu milli münasibət var, millətə hörmət var, torpağa hörmət var, vətənə sevgi var. Azərbaycan reallıqdır. Adam bir vəziyyət getdi, hər şey yadından çıxır. Dostluq da, münasibət də, qohumluq da, el oğluq da. Elşad Həsənov bugünkü gün o məktəbi keçib ki, orada Allah rəhmət eləsin, Camal Mustafa Yeloğlu var, Zəlman Yaqubov var. Canlı Həsən Həsənovla mən nə vaxt indi Elşad Həsənovla son bir 5-6 illərdə görürəm, tanıyıram, Yeloğlu kimi içimdən bir fəxr keçirir ki, elə bir ciddi, dövlət əhəmiyyətli bir vəzifədə olasan və o vəzifədən gedəndən sonra elin içində olasan, elin hərlərində olasan, xeyrində, şərində olasan, o cümlədən Həsənov, ağsaqqalımız. Allah rəhmət edəsin, Zəlman Yaqubov, onun bir şeiri var. Ben o şiiri adeten yazıcılar, şairler öz obrazlarını hayattan götürdüler. Ben o şiiri el zamanlarından sevesini okuyuram. Öyle bildim o Elşad Həsənovla münasibətten sonra yazmış şiiri. Orada deyir ki, bir dön hərdən arkaya bak. Gelen insan, geden ona, yaşam olur ya da çırar, erdinse yaşamısa. Ömrü geçirmesen hədər, ölüm ölmezliğe değer. Bu dünyadan dünya kadar yardımsa. 2 saat efendimiz geliyiz. Her birimizin yanlarında. Həsən müəllim, sizin mühüm yanlarında. Əziz dostlar, Əsəd müəllim, Vəli müəllim, Vay müəllim, hər birimizə bir sayıram, hər birimizi minnətdarım edirəm. Mən indi onu dərk edirəm ki, 70 yaş, oradan da gözəl bir yaşdır. Talih bu yaşı hər adama qismət edəmir. Bugünə qismət edibsə, mən Allah'a min şükür edirəm. Və deyirəm ki, doğrudan da yaşamaq lazımdır. İnsanlara yaxşılıq eləmək üçün, xeyirxahlıq eləmək üçün, kömək olmaq üçün, əl tutmaq üçün, bu xalqı sevmək üçün mən ətrafım qarşıldı. Mən doğrudan da Əsəd müəllim 90-cı il hadisələri olanda ermənilər bizim torpaqlara hücuma keçəndə biz əlimizdə avtomat sinəmizi qabağa verib o döyüşlərdə iştirak etmişik. Özlər tam səmimi birim o zamanda bu milli ordu yox, bizim təhlükəsizlik orqanlarında silah sursat var idi, Daxili İşlər Nazirliyində var idi, hələ ordu yeni qurulurdu. O zaman biz, dostlarımız,
əməkdaşlarımız cəbhə bölgələrində idik. Burada Yarmamət müəllim oturub, hörmətli Yarmamət müəllim, Fuad müəllim, mənim İslamdaşları həmişə döyüşlərdə olmuş. Niyə? Çünki bu vətən bizim, bu torpaq bizim, biz bunu qorumalıyıq. Min şükürlər olsun ki, bugün Müzəffər Ali Başkomandanlığın rəhbərliyi ilə, İlham Əliyev rəhbərliyi ilə torpaqlarımızı azad elədik, ərazi bütünlüyünü təmin elədik. Bayaq Həsən müəllim deyən kimi, bugün biz fəxr edirik ki, Azərbaycanda yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycan dövləti bugün dünyada qlobal səviyyədə təmsil olunur və Amerika Birləşmiş Ştatların vitse-prezidenti buradadır. Dünən də bildiyiniz kimi Amerika ilə stratejik xartaya imzalandı. Bu çox böyük bir işdir. Bu Azərbaycan-Amerika arenasıdır. Amerika ilə dostluğudur, müttəfiqliyidir. Bu bizim gələcək nəsillə Azərbaycanımızın bütöv olması üçün, inkişafı üçün çox böyük bir stimullu bir gələcək göstəricisidir. Ben ona göre bir daha xalqımıza, böyük xalqımıza xidmətdə olanların hər birinə can sağlar arzulayıram. Və bu xidmət etdiksə də hesab edirəm ki, xalqımızın qarşısında bizim bir çox borçlarımız var, hələ borçlarımız var. Ona görə mən fürsətdən istifadə edib bir daha hər birinizin sağlığınıza dualar edirəm, can sağlığı arzulayıram, minnətdarım hər birinizə. 70 yaşını keçənlər görür ki, 70 yaş bilirlər. O keçməyənlər o yoldan onları arzulayıram. Hər birinizə minnətdarım bilirəm, çox sağ olun. Çox sağ olun. Və mənim əzərim və bugünkü günün tədbirinə təşkilinə görə hörmətli borçalı zəhməti Səmir Arzularına idarə edir. Çox sağ olun, Allah işiniz olun. Bizim deməli borçalı zəhməti olaraq bir ödülümüz və 2 dənə şərbət əhəlimiz var. Mən indi sizin hüzurunuzda istəyirəm onları təqdim edirəm. Onlardan biri deməli borçalı cəmiyyətinin idarə heyətinin yekdil qərarı ilə Elşad Həsənov çoxdan da bu ödül biz heç kimə verilmirik. Çünki gərək bu ödülə layıqlı olsun. Ona görə biz Elşad müəllimin borçalı cəmiyyətinin ödülü olaraq idarə heyətimizin adından el adamı ödülünü təqdim etmək istəyirəm sizin hüzurunuzda. İkinci bir hədiyəmiz var. Hədiyəmizdə olan hədiyəmizin hamısının mənası var, mənasız deyil. Eyni zamanda bildiyiniz kimi Azərbaycan Respublikasının hüquqa sütunu olan deməli, Xalq Təhsili Təhlükəsizlik Komitəsində Elşad müəllim uzun illər çalışır. Çünki elə bir orqanı ki, oradan onun qəhrəmanları həmişə bizdə olmurlar, amma bizim xalqımız üçün, millətimiz üçün, vətənimiz üçün əllərindən gələni eləyirlər. Ona görə də ikinci bir hədiyəmiz var. Bizim Elşad müəllim həmişə bu vətəndaş geyimində görürük, amma bizim bugünkü ödülümüz onun deməli bir zabit kimi formada bir deməli xalçaca bir şəkli var, onu təqdim etmək istəyirik. Bizim babur Eyni zamanda bilirsiniz ki bizim borçalı soydaşlarımız yaşadığı yerde deməli çoxlu millətlərin nümayəndələri yaşayır. Yəni orada borçalı deyəndə biz təkcə biz borçalı türkləri nəzərə alalım, orada Gürcülər də yaşayır. Digər millət, etnosmillər hamısı yaşayırlar. Ancaq oradakı yaşayan millətlər həmişə bir-birindən fərqləndirmək üçün onlar bizim orada yaşayan deməli borçalara
Borçalı Qarapapaq türkləri deyirlər. Bizim türklərimiz orada Qarapapaq türkləri olduğuna görə Qarapapaq deyirlər. Ona görə də onlara həmişə Qarapapaq türkü deyirlər. Mən istəyirəm o papağı biz Rəşad müəllimə təqdim edək. Mən sənin qəlbdən təbrik edirəm və fəxr edirəm ki, Borçalımızın belə oğulları var. Hər birinizdən fəxr edir. Yaxşı ki, varsınız. Sağ ol. Borçalı əsli türkdür, canlı qanı. Dünya boyda şöhrət şanı. Ay ulduzdan var nişanı, yerim gölüma Borçalı. 7 ölkə, 7 cahan, Türkiye'de canlarda can, bir yanı can Azerbaycan, Göyçe gölüma Borçalı. Yunus Emre Hakkın sesi, Ələsgərin söz həvəsi, Aşıq Şenliyin nəfəsi sazda telima Borçalı. Göy Tanrı'nın duasından, Köroğlu'nun nərəsindən, gücü Türk'ün dünyasından coşan Selima Borçalı. Fəxr etdiyim soyum, köküm, Bozqurtlardan gələn hökmüm, Turan ilə gedən körpüm, ata öyüma Borçalı. Saadətin öz qızınam, əldə gələn söz qızınam, həqiqətə düz qızınam, ay dərdin alim, ağrın alim, başına dönüm, Borçalı, Borçalı. Bunun da icazəmizlə 70 illik yubileyə həsr olunmuş tədbirimizi yekunlaşdırır. Təşəkkür edirəm.